Azərbaycan Respublikası tərəfindən 2004-cü il 13 yanvar tarixində Beynəlxalq Əmək Təşkilatının 182 saylı konvensiyası ratifikasiya edilmişdir. Hansı ki, həmin konvensiyada uşaq əməyinin ən pis formaları və onların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində də qeyd olunur ki, yalnız 15 yaşına çatmış şəxslərlə, uşaqlarla işəgötürənlər tərəfindən əmək müqavilələri bağlanıla bilər. Bildirirəm ki, 15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqavilələri ilə əlaqədar işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən vəzifəli şəxslər 1000 manatdan 1500 manat məbləğində, hüquqi şəxslər isə 3000 manatdan 5000 manat məbləğində inzibati cərimə olunur. Uşaqların əməyə cəlb olunması təkcə qanun pozuntusu deyil. Bu, uşaqların psixoloji və fiziki inkişafına da ciddi zərər vurur. Deməli, uşaqlar birinci növbədə onların həyatına, sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmamalıdır. Bunun üçün xüsusən uşaqların yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə, tunellərdə, şaxtalarda, eyni zamanda psixotrop tipli maddələrin, narkotik vasitələrin istehsalı tipli müəssisələrdə birbaşa istehsalı və ya çalışdırılması qəti qadağan edilmişdir. Eyni zamanda bildiririk ki, əmək şəraiti ilə əlaqədar uşaqlara, həmçinin zərərli əmək şəraitində işləyən uşaqların bilavasitə gecə işlərinə, xüsusilə axşam saat 20:00-dan səhər saat 7:00-dək olan müddətdə əmək fəaliyyətinə cəlb edilməsi bilavasitə qadağandır.